Azərbaycan Dövlət İnformasiya Agentliyinin kollektivi Xocalı soyqırımının 34-cü il dönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb. Faciə qurbanlarının əziz xatirələrini dərin ehtiramla anıb. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə yeksan edib. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib. 1275 dinc sakin əsir götürülüb. 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaqsa valideynlərindən birini itirib.